Kim qarşısında oturan kompüterin qarşısında onu görməsin deyə arxasını qaranlıq deyə bilərik, qara şəkil qoya bilərik. Kilidi sala bilərik, restart verə bilərik, kompüteri söndürə bilərik. İki proqramın ikisini də göstərdim bugün sizə. Ndesk-də, TeamViewer-də buna örnək çox proqramlar var. Qeyd elədiyim kimi başda göstərmişdim sizə, parolu buradan qoyuruq. Həmçinin TeamViewer-də göstərim, parolu hardan qoyacaqsınız. Yəni parol qoymaq daha yaxşıdır. Hansı ki o kompüterə çox qoşulursunuzsa əgər, məsələn, işdəki bir kompüteriniz ola bilər, söndürməzsiniz, daima açıq qalar. TeamViewer orada açıq qoyarsınız, bir parol qoyarsınız, gəlib baxın buradan ekstra option bölməsindən gəlirsiniz. Advanced bölməsinə gələcəksiniz. Baxın, Advanced bölməsindən ən aşağıda olmalıdır. Parol security password yerindən parol qoyacağıq. Baxın, buradan parolu qoyuruq və təkrar həmin parolu yazdıqdan sonra artıq sadəcə bir ID-ni bilməklə öz parolumuzu yazıb daxil olacağıq. Yəni dediyim kimi, ola bilər ki, işdəki kompüterinizi açıq qoyarsınız, TeamViewer qoşarsınız. Evdən bir iş görmək istəyəndə TeamViewer-la qoşulub həmin sənədi götürə bilərsiniz və yaxud da orada işləyə bilərsiniz. VPN-iniz yoxdursa və yaxud da ki, hər hansı bir dostunuzda problem varsa ona köməklik göstərə bilərsiniz. Bir kompüteri onu göstərəcəm. İlk olaraq Ndesk proqramı yükləyirik. Rəsmi saytından ilə download now deyərək setup faylı yükləyirik. Düzdür, məndə hal-hazırda Ndesk proqramı yüklüdür. Daha əvvəldən quraşdırılıb. Amma mən bunu update edəcəm, yeniləyəcəm. Yəni bunun quraşdırılması çox sadədir əslində. Setup fayla klik edirik, next deyib yükləyirik. Bu qədər sadədir. Əlavə də TeamViewer proqramını yükləyim. O da arxa planda yüklənsin. Çünki bugün iki proqramla göstərəcəm mən sizə. TeamViewer proqramını da daha əvvəl yükləmişəm. Sadəcə setup eləməmişəm. Onun da setup'ını göstərəcəm. Yəni bu iki proqram ən çox istifadə olunan proqramlardan biridir. Ndesk proqramının setup faylı yüklənib artıq. TeamViewer-da daha əvvəl vaxt görün, məndə aşağıda yüklənibdir. Ona görə cancel elədim, yükləmirəm daha. Sadəcə setup olunmasını sizə göstərəcəm. Ndesk proqramından klik eləyək, açaq. Burada accept edib update deyirəm, yəni proqramı yeniləyirəm ən son versiyasına. Sizdə də yəni gələcək next deyirsiniz, quraşdırıcısı çox sadədir. Artıq Ndesk proqramım yükləndi, quraşdırıldı hətta. Yəni yeniləndi deyək. Bu əsas səviyyədən çıxırıq, gəlirik, qaydırıq. Bax bu burada your address 9 rəqəmli kod var. Bu çox önəmlidir. Bu ID hansı ki uzaqdakı bir kompüterdə Ndesk proqramı olmalıdır. Həmin ID ilə biz qoşuluruq. İstəsək parol da qoya bilərik özümüz. Buradan set password deyib istədiyimiz bir parol qoya bilərik ki, sabah bir gün kimsə bizim kompüterimiz uzaqdan qoşulub kompüterdə iş görmək istəsə, o həmin 9 rəqəmli ID-ni deyirik və bura əlavə elədiyimiz parolu deyirik. Bu iki şey deməklə o bizim kompüterimizə qoşulur, istədiyi şey elə bilər. Təbii ki, bizim icazəmiz şərti ilə. Buradan ona dostluq da veririk, full access deyirik ki, yəni istədiyi şey elə bilsin. Bu adətən yəni kimisə kompüterinə problem olanda uzaqdan qoşulub idarə eləmək, köməklik göstərmək üçündür. Dəstək verən işçilər üçün ən çox bunlar istifadə edirlər. Yəni belə deyək ki, tutaq ki, məsəl üçün bax mənim dostumun kompüterində bu dəqiqə Ndesk proqramı var. Həmin 9 rəqəmli kodu mənə deyir və mən 9 rəqəmli kodu bura yazıram, qoşuluram. O həmin Ndesk proqramını açmalıdır və oradan qəbul eləməlidir. Ona orada sorğu gedir. Və yaxud da ki, burada həmin onun öz proqramında yazdığı parolu yazmalıyam. İndi mən parol yazmıram, ona dedim və o kompüterdə onu qəbul elədi. Baxın, mən qoşuldum, artıq orada öz qoşulduğumu da göstərir hətta. Baxın, onun kompüteridir, Windows 11-dir, qoşulmuşam.
sanki o kompüterin yanındaymışam kimi mən bu kompüteri də idarə edə bilərəm. Buradan istədiyimiz kimi görüntünü full ekran edə bilərik, yəni böyük ekran edə bilərik. Düzdür, bu bir çox kompüterin ekranına görə, monitoruna görə dəyişir. Yəni hər kompüterdə düzgün görsənməyə bilər. Əlavə də deyim ki, bu free lisenziyadır. Yəni burada çox featurelar işləmir proqramın. Yəni sadə basic səviyyədə olan bir tərəfləri işləyir. Bizə lazım olan da odur ki, yəni uzaqdan qoşulaq, idarə eləyək, nəsə bir işimizi görək, köməklik göstərək kiməsə. Paraleldə indi TeamViewer göstərim. NDS ilə qoşulduq rahatlıqla. TeamViewer-da göstərimizə qoşulmaq olar. Setup fayla klik elədik. Next deyirik burada da, yəni çox easydir, yəni çox asandır bunda quraşdırılması. Gözləyirik. Yəni onu qeyd edim ki, uzaqdan qoşulmaq üçün hər iki kompüterdə bu iki proqramın daha əvvəldən quraşdırılması lazımdır, şərtdir yəni. Bu iki proqram açıq olmasa, yəni uzaqdan qoşulacağınız kompüterdə belə bu TeamViewer açıq olmasa və yaxud da ki, AnyDesk, siz qoşula bilməzsiniz. Yəni offline göstərəcək və yaxud da error verəcək. Yəni məsləhət görürəm ki, TeamViewer-ın versiyaları da eyni olsun. Yəni hamıda ən sonuncu update nədirsə, 15-ci versiyadırsa 15-ci versiya olsun. Yəni bu iki proqramın quraşdırılması, install olunması çox sadədir. Yəni kompüterin çox az başı çıxandan belə kompüterini yükləyib next deyərək bunu quraşdıra bilər və uzaqdan IT işçilərindən və yaxud da ki, digər dəstək işçilərindən kömək ala bilər və yaxud da ki, ola bilər ki, dostunuzun kompüterində nəsə bir problem çıxar, siz ona köməklik göstərə bilərsiniz. Mən indi bu kompüterə daha əvvəl TeamViewer yüklənilib, onu silirəm. Burada da sıfırdan install edəcəm. Həmin proqramı tapırıq, uninstall deyirik, təmiz silirik. Burada da sıfırdan quraşdıraq ki, yəni sizə rahat olsun ki, görəsiniz hər bir tərəfini ki, burada çox çətin bir şey yoxdur, çox asandır demək olar ki. Ən çox istifadə olunan əslində proqram TeamViewer-dır. Şirkətlər çoxsu IT departamentləri və yaxud da ki, IT mütəxəssislər ən çox proqramdan istifadə edir. Hətta bunun korporativ versiyaları var ki, yüzlərlə, minlərlə kompüteri bura saxlanət edə bilərik. İstədiyimiz vaxtda parolla rahatlıqla qoşula bilərik. Yetər ki, o proqram həmin kompüterdə açıq qalsın, yəni bağlı olmasın. Setup faylına klik edirik. Burada da eyni şərtlə next deyirik. Yəni default installation gedir. Əsl kompüterimiz, yəni bizim kompüterdə açıldı. Accept deyib davam edirik. Baxın, TeamViewer-da açıldı. TeamViewer-ın AnyDesk-dən fərqi odur ki, yəni bu interfeysi tamam fərqlidir, biraz featureları, funksiyaları fərqlidir. AnyDesk-də sadəcə 9 rəqəmli ID var idi. Burada isə həm ID var, həm parol var. Yəni uzaqdakı kompüterin sahibi bizə həm ID-ni, həm də parolu deməlidir. Amma AnyDesk-də sadəcə ID-ni deyirdi, biz qəbul edirdik. Oradakı tərəf qəbul edirdi və biz qoşulurduq rahatlıqla. TeamViewer-da da AnyDesk-də olduğu kimi, AnyDesk-də necə sizə başda parol qoymağı göstərdim. TeamViewer-da da parol qoya bilərsiniz. Onu da göstərəcəm sizə. Burada da demək olar ki, quraşdırıldı, hazırdır. Accept deyirik, continue deyib davam edirik. Baxın, bu kompüterdə artıq TeamViewer hazırdır. Gözləyirik ki, ID alsın, parol alsın. Parol yenilənsin, bunu gözləyin tam olaraq. Tamam, hazırdır. İndi isə həmən ID və parolu götürürük. Öz kompüterimizdə TeamViewer-dan həmən ID və parolu yazaraq bu kompüterə daxil olacağıq. Yəni AnyDesk-ilə yox, artıq TeamViewer-la. Baxın, bir dənə məsəl üçün bir fayl yaradaq. Həmin faylı biz götürüb kopyalayıb o kompüterə bu uzaqdan kopyala edə bilərik. Yəni belə avantajları da var ki, hər hansı bir sənədi ona rahatlıqla ata bilərik. Və yaxud da setup faylı var deyək bizdə. Ora yüklüyük, orada bir də internetdən girib download eləmirik. Hazırca götürüb oradan quraşdıra bilərik. Baxın, burada mən bunu kopyalayıram, həmin kompüterə atıram.
Gördünüz, bax desktopa düşdü, ekrandadır.